İmam Hüseynin hadisəsi həm zahiri söz və fiziki təhrifə uğramış, həm də mənəvi, daxili və batini təhrif bu hadisəyə yol tapmışdır. Bu haqda geniş söhbət açmaq olar. Hüseyn qiyamının ən böyük təsir və nəticələrindən biri bu idi ki, xəlifələr əleyhinə qiyam ilə İslam əleyhinə qiyamı bir-birindən ayırdı. Əvvəldə dedik ki, əgər İmam Hüseyn Yezidin əleyhinə qiyam etməsəydi, Yezidin pis siyasəti və xarab işləri İslamı istəməyən şəxslərin qiyam etməsinə səbəb olardı. İndi isə deyirik, doğrudur. Biz İslam tarixində xəlifələr rejimi əleyhinə və eyni zamanda İslamı qorumaq niyyəti ilə baş vermiş qiyamlar görürük. Məsələn, İranlıların Əməvilər əleyhinə qiyamı kimi. Lakin bilmək lazımdır ki, İmam Hüseyn ilkin olaraq silahlı dəstə yaradaraq xilafət rejiminə qarşı qiyam etdi. Məhz o, İslamın haqqı hesabını hakimiyyətin haqqı hesabından ayırdı. Hətta demək olar ki, İslam nöqteyi nəzərindən rejim əleyhinə qiyam yolunu açdı. O, Həzrətin qiyamı başqaları üçün nümunə və örnək oldu. Bundan sonra xəlifələrin İslamın hamiləri kimi rolu və adı ləğv olundu və İslam hakimiyyətə müxalif mövqedə qərar tutdu. İmam Hüseyndən qabaqda fərdi və ya dəstə şəklində bir sıra qiyamlar baş vermişdi. Amma onlar ya fərdi və silahlı idi, ya da silahsız və dəstə şəklində. Silahlı və dəstə şəklində ilk qiyamı isə İmam Hüseyn başladı. Osmanın əleyhinə olan qiyam da bir növ İslam ilə xilafətin fərqlənməsi demək idi. O vaxtlar xəlifəlik vəzifəsi ən ali, ruhani və siyasi vəzifə idi. Bildiyimiz kimi buna baxmayaraq, yenə də Abbasi xəlifələri öz ruhani görkəmlərini qoruya bilirdilər. Bu sindromu sonuncu dəfə sındıran və ona ayağa qalxa bilməyəcək dərəcədə möhkəm zərbə vuran şəxs isə böyük şiə alimlərindən biri olan Xacə Nəsrəddin Tusi oldu. Xacə zülmkar xilafət rejimini məhv etmək üçün Hulaku ilə həmkarlıq etdi. Sədi isə xilafət məqamının mərsiyəsində deyir: Asiman yerə qan yağdırsa yeri var. Əmir əl-Möminin Möstəsimin qətli üçün. Məlum olur ki, hətta Sədi də xilafət məqamının cahcəlalının təsiri altında olmuşdur. Kərbəla hadisəsinin iki siması. Və yadına sal o zaman ki, Rəbbim mələklərə dedi: Həqiqətən mən yerdə xəlifə təyin edənəm. Dedilər: Onda orada fəsad törədəcək və qan tökəcək kəsi təyin edirsənmi? Halbuki biz səni müqəddəs hesab edir və sənə həmd sənalar edirik, dedi. Həqiqətən mən sizin bilmədiklərinizi bilirəm. Bəşər həyatı qaranlıq və aydınlıq, çirkinlik və gözəllik, şər və xeyirdən ibarət bir topludur. Mələklərin gördüyü Adəm övladının qaranlıq tərəfi idi. Allahın işarə etdiyi isə onun aydın və nurani tərəfi idi və bu tərəf qaranlıq tərəfdən kifayət qədər üstündür. Kərbəla hadisəsinin iki səhifəsi vardır. Ağ səhifə, qara səhifə. Əgər qara səhifəyə baxsaq, bu bir cinayət hadisəsidir. Çox qaranlıq və qorxulu bir əhvalatdır. Və biz sonralar bu hadisədəki rəhimsizliyin, daşürəkliliyin, alçaqlığın və namərdliyin təxminən 20 nümunəsini göstərəcəyik. Bu baxımdan hadisədə rəhimsizliyin, daşürəkliliyin və yırtıcılığın ən son hədləri görünür. Əksinə, ağ səhifəyə baxdıqda isə görürük ki, hadisə mələkuti, mələklər aləminə aid bir hadisədir. Bir insani qəhrəmanlıqdır. İnsaniyyət, əzəmət, səfa, ucalıq və fədakarlıq nümunəsidir. Birinci baxışdan baxsaq, hadisə adi faciədir. Lakin ikinci baxımdan baxdıqda, hadisə müqəddəs qiyam adlanmalıdır. Birinci baxışdan baxdıqda, hadisənin qəhrəmanı Şimr, İbn Ziyad, Hərmələ, Ömər Səd və başqalarıdır. İkinci baxışdan baxdıqda isə, hadisənin qəhrəmanı İmam Hüseyn, Əbülfəzl, Əli Əkbər, Həbib İbn Müzəhhər, Zeynəb, Ümmü Gülsüm və onlar kimi neçə-neçə şəxslərdir. Birinci baxışa əsaslansaq, hadisə o qədər də əhəmiyyət kəsb etmir. Yəni, hadisənin 1320 neçə ildən sonra bu əzəmətlə yad olunacaq qədər dəyəri yoxdur. Hadisə o dərəcədə dəyərli deyil ki, vaxtlar, pullar, göz yaşları, qüssələr, duyğular onun üçün sərf olunsun. Əlbəttə, bu o demək deyildir ki, cinayət hadisəsindən
lazımi istifadəni etmək olmaz. Çünki bəşər həyatının mənfi tərəfi də ibrətamiz və örnək ola bilər. Loğmandan soruşdular, ədəbi kimdən öyrəndin? Dedi, ədəbsizlərdən. Eyni zamanda hesab etmək olmaz ki, bu hadisə elə də mühüm və ibrətamiz olmamışdır. Biz əvvəlki söhbətlərdə dedik ki, hadisə cinayət baxımından çox əhəmiyyətlidir. Dedik ki, İmam Hüseynin Peyğəmbərin vəfatından 50 il sonra müsəlman və hətta şiə cəmaatın əli ilə qətlə yetirilməsi diqqəti cəlb edən çox mühüm bir müəmmadır. Bizim də dediyimiz budur ki, cinayət baxımından hadisənin yad olunmaq üçün kifayət qədər mühüm olmaması dedikdə, bunu nəzərdə tuturuq ki, cinayət hadisəsi hər forma və şəkildə çox baş vermişdir. Həm qədim, həm orta, həm yeni, həm də müasir əsrimizdə belə hadisələr çox olmuş və olmaqdadır. Təxminən 20 il öncə, söhbətdən 20 il əvvəl, hardasa 1940-cı miladi ilində bir şəhərə bir bomba düşdü və 60 min nəfər uşaq böyük, günahsız tələf oldu. Dünyanın həm qərbində, həm şərqində bir çox cinayət hadisəsi baş vermiş və verir. Məsələn, Nadir Şah bir cinayət qəhrəmanıdır. Həmçinin Əbu Müslim və Babək Xürrəmi belədir. Xaç və Əndəlüs müharibələri bəşər cinayətinin böyük nümunələridir. Bu hadisə ikinci baxımdan, yəni onun ağ səhifəsinə baxdıqda daha çox dəyər qazanmışdır. Bu cəhətə görə hadisə nadir və hətta misilsizdir. Çünki dünyada İmam Hüseyndən daha üstün və fəzilətli şəxslər olmuşdur. Amma onların qarşısına İmam Hüseyin səhnəsi kimi səhnə çıxmamışdır. İmam Hüseyin rəsmi şəkildə öz dəstəsini və əhl-i-beytini ən yaxşı dəstə və ən yaxşı əhl-i-beyt hesab edir. Ona görə hadisənin yer üzündə fəsad törədən və qan tökən ayəsinə uyğun olan tərəfini deyil, aydın və nurani tərəfini, yəni həqiqətən mən sizin bilmədiklərinizi bilirəm ayəsinə uyğun olan cəhətini araşdırmaq lazımdır. Hadisəni Ömər Sədin və Şimrin qəhrəmanlığı baxımından deyil, Hüseynin və Zeynəbin qəhrəmanlığı baxımından öyrənmək lazımdır. İmam Hüseyin baxımından isə baxıb görməliyik ki, necə oldu ki, İmam Hüseyin qiyam etdi. Hüseynin qiyamındakı bir neçə amili nəzərə almaq lazımdır. A. İmam Hüseyindən Yezidin xilafəti üçün beyyət və imza istəyirdilər. Bu beyyət və imzanın zərurət və nəticələri nə qədər idi? Əbu Bəkir, Ömər və Osmana beyyət, Muaviyyə ilə sülh etməklə Yezidə beyyət etməyin fərqi nə qədər idi? Əqqadinin sözü ilə desək, bu beyyətin ilk nəticəsi Muaviyyənin dövründən başlamış olan Əlinin lənətlənməsi və söyülməsini imzalamaq idi. Digər tərəfdən isə xilafətin vəli-əhdliyə və irsi olmağa çevrilməsinə imza atmaq demək idi. B. Özü buyururdu. İslamda zülm və fəsadın qarşısında sükut etməməli deyilən bir əsas, bir prinsip vardır. Yaxşılığa dəvət, əmr məruf və pislikdən çəkindirmək, nəhyəz münkər prinsipi. Özü Peyğəmbərdən nəql edirdi. Hər kəs bir zalim sultanı Allahın haramlarını halal etmək istəyən görsə, yenə belə deyirdi. Görmürsünüzmü ki, həqiqətən haqqa əməl olunmur? C. Kufə cəmaatı ona məktublar göndərib dəvət etdi və 18 min nəfər müslimə beyyət etdi. Görəsən, əsas amil Kufə əhalisinin dəvəti idi, yəni əks təqdirdə Əbu Abdullah əsla qiyam və müxalifət etməyəcək və beyyət edəcəkdi. Bu mətləb Hüseynin rəy və əqidəsinə zidd idi. O, əsla belə etməzdi. Tarix yazır. İmam Hüseynin beyyətdən imtina etməsi xəbəri Kufəyə çatdıqdan sonra Kufəlilər toplantı təşkil edərək bir-birləri ilə əhd bağladılar və dəvət məktubunu yazdılar. Elə ilk günlərdə imam Mədinədə olarkən ondan beyyət istədilər və hətta Muaviyyə özü həyatda olarkən imamdan beyyət istədi. Lakin imam imtina etdi. Yezdə beyyət etmək, onun hökumətini təsdiq etmək demək idi ki, bu da öz növbəsində İslamın məhvini imzalamağa bərabər idi. Deməli, beyyətdən imtina mövzusu əsas idi. Hüseyin öldürülməyə hazır idi, amma beyyət etməyə yox. Beyyət təhlükəsi elə bir təhlükə idi ki,
onun şəxsinə deyil, İslama qarşı yönəlmişdi. Hətta bu təhlükə İslamın təqiyyə oluna biləcək xırda və cüzi məsələsinə deyil, İslamın əsasına, yəni İslamı hökumətə yönəlmişdi. İkinci mövzu da öz növbəsində əsas məsələlərdən idi. Bu cəhəti o baxımdan mütaliə etmək lazımdır ki, bu işdə əmr-mərufun şərti, yəni təsir və nəticə ehtimalı var idi ya yox. İmam Hüseynin öz sözlərinə diqqət yetirək. Və yaşın nəqlinə əsasən bir nəfərin cavabında buyurur: Bəlaya hazırlaşın və bilin ki, həqiqətən Allah sizin qoruyanınız və düşmənlərin şərrindən nicat verəninizdir və sizin düşmənlərinizə növbə-növ bəlalarla əzab verər. Bunlardan məlum olur ki, İmam Hüseyin bilirdi ki, qanı özündən sonra qaynayacaq və şəhadəti cəmaatın oyanmasına səbəb olacaq. Demək, onun şəhadəti təsirli idi. Amma üçüncü nəzərə gəldikdə, bu cəhətin təsiri onda idi ki, imamı Kufəyə yönəltdi. Amma əgər Kufəyə getməsəydi, əmin-amanlıqda mı qalacaqdı? Xeyr, əgər Məkkədə və ya Mədinədə də olsaydı, beyyətdən imtina və əlavə olaraq Yezdin xilafətinə görə həmişə təhlükədə idi. İmam Hüseyin Allahın hərəmi olan Məkkədə və bəlkə də Peyğəmbərin hərəmi olan Mədinədə də öldürülmək istəmirdi. Biz oxuyuruq ki, yarı yolda Hürrün tərəfdarlarına və Kərbəlada Ömər Sədə xitabən əgər istəmirsiniz, geri qaydaram deyə fikrini bildirir. Bunun mənası o deyil ki, hadisənin yalnız bir tərəfi vardır və o da imamın dəvəti və sonra da İraqa gəlməsindən peşman olmasıdır. Xeyr, belə deyil. İmam Hüseyin indiki Kufə cəmaatı əhdi sındırdı, mən də beyyət edirəm sözünü demədi və ya Yezidin xilafətinə etiraz etmək fikrini geri götürür və sakit qalıram sözlərini də demədi. Burada mövcud olan məsələlər bunlardır. A. Muaviyyənin ölümündən qabaq Mədinə cəmaatı arasında xüsusilə Hüseyin ibn Əlinin beyyətdən imtina etmək məsələsi aktual idi. İmam Hüseyin Muaviyyənin məktubunun cavabında ona sərt təpki göstərdi və Yezidin vəliəhdlik məsələsinə etiraz etdi. B. Yezidin vəliəhdliyi məsələsi İslamda böyük bir bidət idi və Əməvilərin 30 neçə il öncədən çəkdiyi plana əsaslanırdı. Əbu Sufyan Osmanın evində dedi: And olsun Əbu Sufyanın and içdiyi varlığa, nə cənnət var, nə də od. Bu nöqteyi nəzərdən məsələ fövqəladə mühüm idi. Çünki nə ümumi rəyə və məsləhətə, nə də ilahi təyinə müvafiq idi. Məhz atanın oğlunu vəliəhd təyin etməsi idi. C. Xəlifəliyə təslim olmaq o zaman mümkündür ki, söhbət başqa bir şəxsin daha ləyaqətli və səlahiyyətli olmasından geçsin və həmin şəxs illəri İslam prinsipləri ilə idarə etsin. D. Beyyət, əhd və müqavilə idi. B. İcarə, nigah və müqavilə kimi. O da digər əhdlər kimi öhdəçilik gətirir və onu sındırmaq mümkün deyil. Əli əleyhissalam buyururdu: Kafir ilə də bağlanılan əhd pozulmamalıdır. Əks təqdirdə aman qalmaz. Y. Dövrün xəlifəsinin işinə etiraz etmək məsələsi. İslam, əmr-məruf və nəhy-əz-münkər adı ilə tanınan bir əsasdır. İmam Hüseyin əleyhissalam dəfələrlə buna əsaslanırdı. Bu əsasın şərtlərində qan tökülməsi məsələsi yoxdur. Bu əsasın şərti budur ki, onun son nəticəsi İslamın xeyrinə olsun. Məsələn, kafirlərə qarşı cihad kimi. D. İmamın Kufə əhalisi tərəfindən dəvət olunması və qəti qərarın tamamlanması məsələsi özü də ayrıca bir mətləbdir. İmam çox ağıllı və tədbirli bir hərəkət etdi. Əvvəlcə onların məktublarına cavab göndərdi, dəfələrlə qasidlər gedib gəldi. Sonra öz tərəfindən bir nümayəndə göndərdi. Müslim də Ələvi siyasətindən istifadə etdi. Yəni, heç bir hilə və sui-istifadəyə əl atmadı. Xalqla tam şəffaflıqla rəftar etdi, nə xalqdan pul yığdı, nə də başçılar arasında pul böldü. Yəni, həmin məqsədi vasitəyə qurban vermək istəməyən siyasətə əsas tutdu. Beyyətdən imtina etməkdə və etirazında qəti və dönməz olan imam onlara müsbət cavab verdi. Məkkədən həmin vaxt çıxmasının səbəbi bir tərəfdən fürsətin münasib olması, digər bir tərəfdən böyük təhlükənin gözlənilməsi idi.
Fürsət bu idi ki, hamının həcc əməllərinə məşğul olduğu və Ərafata üst tutduğu bir vaxtda, yəni Zilhiccənin 8-ci günü o hərəkət etdi. Bu əməl müsəlmanları düşünməyə vadar edəcəkdi ki, görəsən hansı mühüm hadisə baş verib ki, Peyğəmbər övladı həcc əməllərini yarımçıq qoyub, digər tərəfə üst tutub. Bu əməl müasir dildə desək, çox ali bir jest idi. Təhlükə isə həcc əməlləri əsnasında öldürülmək idi. Sərmaye-i Soxan kitabı yazır ki, Əmir ibn Səid ibn Əl-As bir qoşunla Hüseyni elə Məkkədə öldürmək üçün ezam olunmuşdu. Özü fərəzdəqə dedi, əgər Məkkədən çıxmasaydım, öldürüləcəkdim. Müntəxəb-i Tureyhi kitabında yazılıb ki, 30 nəfərə məxfi şəkildə əmr olunmuşdu ki, Hüseyni həcc əməlləri əsnasında öldürsünlər və sonra da hadisənin şəxsi zəminində baş verdiyini və Səd ibn Übadənin hadisəsində olduğu kimi, onun da cinlər tərəfindən öldürüldüyünü yaysınlar. Deməli, hər halda, əgər İraq əhalisinin dəvəti olmasaydı, həcc mövsümü və həcc izdihamı imamın öldürülməsi təhlükəsini yaradırdı. Odur ki, imam həcc günləri Məkkədə qalmamağı qərarı almışdı. Çünki o, ehram paltarı ilə silahlana bilməzdi ki, bundan əlavə Peyğəmbərin vəfatından 50 il sonra Peyğəmbər övladının, yəni əminamanlıqda olmalı olduğu yerdə öldürülməsi Beytullah üçün çox böyük bir təhqir idi. Buna əsasən İmam Hüseynin həmin vaxt Məkkədən çıxıb başqa bir yerə getməsi zəruri görünürdü. Əgər İraqlıların dəvətini nəzərə almasaq, İmam Hüseyn üçün İraqdan daha yaxşı başqa bir yeri yox idi. B variantı. İmam Hüseyn ikinci amil baxımından, yəni İslam ümmətini islah etmək vəzifəsini yerinə yetirərkən özünün öldürülməsini faydalı görürdü. O hiss edirdi ki, əgər belə bir vəziyyətdə öldürülsə, qanı hədər getməyəcək. Məsələni daha ətraflı və daha kamil şəkildə bəyan edə bilərik. Kərbəla hadisəsində bir çox cəhətlər vardır. Birincisi, imam xilafətin varisi, haqqında xəlifəliyə ləyaqətli hökm olan yeganə şəxs idi. Yezid isə ləyaqətsiz və qəsbkar idi. Bu baxımdan imamın vəziyyəti atasının və övladlarının müasir xəlifələrlə vəziyyətinə bənzəyirdi. Gəlin görək, sırf bu cəhət imam üçün hansı vəzifəni zəruri edirdi? İkincisi, onlar imamdan beyət istəyirdilər və heç bir vəcihlə bu fikirdən dönmürdülər. Baxaq görək beyət nədir və hansı təsirə malikdir və beyətə təklif imam üçün hansı vəzifəni yaradırdı? 3. İslami cəzaların və ölçülərin icra olunması baxımından müsəlmanların vəziyyəti çox pis görkəmə düşmüşdü ki, bu da İslamın kökünə bağlı məsələ idi. Gəlin görək imamın özünün də istinad etdiyi əmr-ül-məruf baxımından qarşısında hansı vəzifə var idi? 4-cüsü. Küfə cəmaatı imamı dəvət etdi və bir növ qəti qərar tamamlandı. Onların dəvəti imam üçün hansı vəzifəni yaradırdı? 5-cisi. Onlar işin sonunda imamı iki seçim qarşısında qoydular. Ya təslim olmaq, ya da öldürülmək. Bu cəhət imam üçün hansı vəzifəni yaradırdı? Əgər xilafətə ləyaqət və haqlı olmaq məsələsi başqa bir məsələ ilə birgə olmasa, yəni yalnız şəxs yerini dəyişmiş olsa, fərq isə yalnız rəhbərliyin ləyaqəti ilə ləyaqətsizliyindən ibarət olsa, görünən budur ki, belə vəziyyətdə imamın vəzifəsi öz haqqını tələb etmək və kifayət qədər köməkçiləri varsa hərəkətə gəlmək idi. Əks təqdirdə isə öz yerində oturmalı idi. Əli də Əbu Bəkirin xilafəti vaxtı belə dedi. Düz yolda olan o şəxsdir ki, köməkçilərlə qiyam etsin və ya təslim olaraq başqalarını bihudə keşməkeşdən uzaqlaşdırsın. Əli hüquqi, siyasi və elmli məsələlərdən öz dövrünün xəlifələri ilə həmkarlıq edirdi. Yəni, onlara məsləhət verir və onları dəstəkləyirdi. Mövlanın mühakimələri, məşvərətləri və elmi cavabları məşhurdur. Bu məqamda ümumi rəyinin necə mühakimə yürütdüyünü nəzərə almaq lazımdır. Əgər cəmaat, cəhalət və məsələləri ayırt etmək bacarığı olmaması üzündən həqiqi imamı istəmirsə, o, Allahın əmrinə əsaslanaraq özünü xalqa zorla hakim təhkim etməməlidir və edə də bilməz.
Beyyətin lazım olmaması da bunun üçündür. İkinci məsələ, yəni beyyətə gəldikdə isə görək, əvvəla beyyət nədir? Bizim beyyət haqqında tapdığımız tərif İbnƏsirin Ən-Nihayə kitabında yazdığı maddəsi ilə eynidir. O yazır: beyyət əqd bağlamaqdır və onunla müqavilə bağlamaqdan ibarətdir. Sanki tərəflərdən hər biri öz varını digərinə satır və xalis nəfsini, itaətini, daxili və xarici işlərini ona həvalə edir. Beyyət yalnız hakim və sultanla bağlı məsələdir. İki dost arasında dostluq əhd peymanına beyyət deməzlər. Yəni beyyətdə bir tərəf digər tərəfə təslim olur. Qədirxunda Peyğəmbər Əli üçün beyyət aldı. Leylətul Əqəbədə Mədinə əhalisi Peyğəmbərə beyyət etdi. Səqifədə cəmaatdan beyyət aldılar və həmin beyyət işi bitirdi. Cəmaat hətta məsələni başa düşdükdən sonra da öz beyyətlərini sındırmadı. Əli öz xilafəti zamanı cəmaatdan beyyət aldı. Sonradan peşman olan Zübeyir dedi: "Mənim beyyətim zahiri idi." Nəhcül Bəlağənin 8-ci xutbəsində imam buyurur: "O elə güman edir ki, öz əli ilə beyyət edib, lakin qəlbi onunla həmahəng olmayıb. Öz beyyətinə iqrar edir və iddia edir ki, daxilən razı deyilmiş. Belə olan halda bu iddia üçün aydın dəlil gətirməlidir. Əks təqdirdə çıxdığı beyyətə daxil olur." Burada imam hüquqi və qanuni əsaslarla Zübeyrin əleyhinə dəlil gətirir. Hər halda imam burada beyyəti öhdəçilik gətirən bir iş kimi qeyd edir. Əmir əl-Möminin Nəhcül Bəlağənin 34-cü xutbəsində buyurur: "Mənim sizin boynunuzda haqqım var və sizin də mənim boynumda haqqınız var. Sizin mənim boynumda haqqınız odur ki, sizə xeyirxahlıq və ürəkyananlıq göstərim. Beytulmalın dövlətini kəmkəsirsiz sizə çatdırım. Sizi öyrədim ki, nadan qalmayasınız. Sizə ədəb öyrədim ki, biləsiniz, əməl edəsiniz. Mənim sizin boynunuzdakı haqqım isə budur ki, öz beyyətinizə vəfalı qalasınız. Mənim hazır olduğum və olmadığım bir vaxtlarda mənim xeyirxahım olasınız. Nə vaxt sizi çağırsam, hay verəsiniz və sizə əmr verdikdə tabe olasınız." Eyni zamanda Əshab-ı Cəməl, yəni Cəməl səhabələri nakisin, yəni beyyəti sındıranların adı ilə tanındılar. İmam Zaman haqqında deyilmişdir ki, o, heç kəsin beyyəti boynunda olmasın deyə məxfi oldu. İmamzadələr və xəlifələr qarşı qiyam edən bütün şəxslər, məsələn, Məhəmməd Nəfs Zəkiyyə və Zeyd ibn Əli öz tərəfdarlarından beyyət alırdılar. Əbu Hənifə fətva verdi ki, Mədinə əhalisinin Əbbasilərə beyyəti düzgün deyil. Çünki öncədən Məhəmməd Nəfs Zəkiyyəyə beyyət etmişdilər. İmam Sadiq buyurdu: "Mən Məhəmməd Nəfs Zəkiyyəyə beyyət etməyə hazıram, amma bir şərtlə ki, onun qiyamı məhdəviyyət yox, əmr məruf qiyamı olsun." İmam Hüseyin özü də öz səhabələrindən beyyət aldı və Aşura gecəsi buyurdu: "Mən öz beyyətimi sizin boynunuzdan götürdüm." Müslim də Küfə cəmaatından imam üçün beyyət aldı. Muaviyyə Həzrəti Əmirə yazdı ki, dəvənin necə yüyənindən tutub apararlarsa, səni də o şəkildə beyyət üçün apardılar. Əmir əl-Möminin onun cavabında yazdı: "Dedin ki, məni yüyənlənmiş dəvə kimi beyyət üçün çəkirdilər. And olsun Allaha, sən məni məzəmmət etmək istədin, ancaq təriflədin. Rusvay etmək istədin, ancaq rusvay oldun. Əlbəttə, müsəlman kişi üçün nə qədər ki dinində şəkkə düşməyib və öz yəqinində tərəddüdə yol verməyib, məzlum olmaq ar və eyib deyil. Əlbəttə, mənim bu dəlilim başqasına ünvanlanıb, lakin səninlə lazımi qədər söhbətə məşğul oldum." Burada sual ortaya çıxır ki, beyyətin nə lüzumu var ki, Peyğəmbər və imamlar cəmaatdan beyyət alırdılar və beyyət öhdəçilik gətirən hansı təsirə malikdir? Yəni, cəmaat beyyət etməsəydi, Peyğəmbərə itaət etmək vacib olmazdı və ya nə üçün Əmir əl-Möminin beyyətə istinad edir? Nəzərə gəlir ki, beyyət bəzən sırf etiraf, tərəfin hazır olduğunu bildirməsi və vicdanla verilmiş sözdür. Əziz Peyğəmbərin aldığı beyyət bu qəbildən idi. Xüsusilə bu məsələ diqqət mərkəzində idi ki, ərəb əxlaqında verdiyi sözdən qaçmaq və beyyəti sındırmaq qadağan idi. Bu beyyət hərbiçilərin və vəkillərin and içməsinə bənzəyir.
Yəni istənilən halda öz məmləkətinə xəyanət etməməlisən. Bu and, təkid və vicdanın girov götürülməsidir. Nə qədər ki, şəxs beyət etməyib, onun boynunda yalnız o təfsir olunan və yozula bilən ümumi vəzifələr vardır. Lakin beyət etməklə şəxs müəyyən və aydın şəkildə qarşı tərəfə etiraf edir, bununla da mətləb aydınlaşır və sonra da öz vicdanını girov qoyur. Bu da ağlabatandır ki, beyət əvvəlki məsuliyyətdən daha yüksək məsuliyyət deməkdir. Lakin bəzən beyət sırf əhd-i peymandır. Bunun kimi, beyətdən öncə heç bir məsuliyyət və öhdəçilik yoxdur. Məsələn, əgər xilafət hökm ilə yox, şura ilə olsa, beyətdən öncə heç bir öhdəçilik yoxdur. Zübeyr və qeyriləri ilə beyətə istinad edərək mübahisə edən Əmir əl-Möminin Əbubəkir, Ömər və Osmanın xilafətinin hökmü ilə təsirdən düşməsi məsələsini bir kənara qoyaraq, başqa şəriət prinsipinə istinad edərək sözlərini əsaslandırırdı. Bunun kimi xəlifələr də Əliyyə aid olan hökmü bir kənara qoyaraq, başqa bir möhtərəm İslam prinsipinə istinad edirdilər ki, o da şura idi. Beyət ilə dövrümüzdəki səsvermə arasında azacıq fərq mövcuddur. Beyət biraz pürrəngdir. Səsvermə itaət etmək və təslim olmaq yox, sırf seçkidir. Lakin beyət odur ki, şəxs özünü beyət etdiyi şəxsin əmrinə təslim edir. Beyət səsvermədən daha pürrəngdir. İndi görək, əgər İmam Hüseyn belə etsəydi, bu beyətin mənası nə olacaqdı? Bu mərhələdə, yəni beyətdən imtina etmək mərhələsində İmam Hüseynin vəzifəsi mənfi bir vəzifədir. Beyət etməmək. Bu mərhələ müsbət vəzifə yaradan birinci və üçüncü mərhələnin əksinədir. Bu baxımdan İmam Hüseyn yox deyir, o əlini geri çəkməli və yeri boşaltmalıdır. Bu vəzifə nöqteyi nəzərindən, əgər imam ölkədən çıxsaydı, öz vəzifəsini yerinə yetirmiş olardı. Əgər dağlara çəkilsəydi və bununla da əlçatmaz olsaydı, yenə öz vəzifəsini yerinə yetirmiş olardı. Əgər fərzən evlərdə gizlənsəydi, yenə də vəzifəsinə əməl etmiş olardı. Lakin əgər məcburi şəkildə və zorla beyət etmiş olsaydı, üzrü olmazdı. İslam baxımından ikrah, yəni məcburiyyət, bu məsələlərə şamil olmur. Bunlar İslama zərər vuran işlərə şamil olmur. Məsələn, bir nəfəri İslam əleyhinə kitab yazmağa və ya Quranı təhqir etməyə məcbur etsələr, bu qəbildəndir. Burada bir məsələni qeyd etmək lazımdır. Görürsən, bəziləri deyirlər, nə üçün İmam Hüseyn Muaviyyənin zamanında qiyam etmədi? Başqaları onlara belə cavab verirlər ki, çünki o zaman İmam Həsən ilə Muaviyyənin sülh müqaviləsi vardı və imam qardaşının müqabilində zidd hərəkət etmək istəmirdi. Bu cavab doğru deyil. Çünki Muaviyyə özü bu müqaviləni pozmuşdu. Quran-ı Kərim əhdi və müqaviləni qarşı tərəf möhtərəm sayana qədər möhtərəm saymağı vacib bilir. Quran demir ki, əgər tərəf əhdini pozdusa, sən yenə vəfadar qalasan. Quran deyir, Məscid-ül Həramın yanında əhd peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allah yanında və onun Peyğəmbərinin yanında necə əhd peymanları ola bilər? Buna görə də nə qədər ki onlar Məscid-ül Həramın yanında əhd peyman bağladığınız müşriklər sizinlə möhkəm durublar, siz də onlarla olan əhdlərinizdə möhkəm durun. Əlbəttə, kafirlərlə bağlanan əhd də möhtərəmdir. Əziz Peyğəmbər Hudeybiyyədə Qureyşlə müqavilə bağladı və elə ki, onlar əhdi pozdular, Əziz Peyğəmbər də onu kağız parçasından başqa bir şey hesab etmədi. Seyyid-ü Şühədanın qiyam etməsinin sirri bu idi ki, daha yaxşı və geniş bir fürsət gözləyirdi. İslam daha yaxşı fürsət gözləmək taktikasını vacib bilir. Şübhəsiz, Muaviyyənin ölümündən sonraki fürsət onun dövründəki fürsətdən daha yaxşı idi. İmam Muaviyyənin zamanında da sakit değildi və daim etiraz edirdi. Muaviyyə yazdığı məktub vasitəsilə onunla höccətləşdi. Müsəlman böyüklərini yığdı və onlarla söhbət etdi. Silahlı qiyam üçün ən yaxşı vaxtı Muaviyyənin ölümünə qədər səbr edəndən sonraki dövr hesab etdi. Amma qəti şəkildə bilirdi ki, Muaviyyə Yezidi təyin edib və Muaviyyə öldükdən sonra cəmaatı Yezidə itaət etməyə dəvət edəcəklər. Buna əsasən
İmamın baxışından baxdıqda Yezdin xilafəti təzə və gözlənilməz bir şey değildi. Bərrəsi Tarixi Aşura və Sərmayi Soxən kitablarına müraciət olunsun.